Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il birinci hissə səhifə 22-də bir neçə məsələlərin izahını verəcəyəm. Məsələ 31-ə baxaq. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən video dərslərə baxa bilərsiniz. Abunə olmaq yəni ödənişsizdir. 90 dərəcə şərq uzunluğundan qərbə doğru ekvator boyu 3330 km hərəkət edən tədqiqatçı hansı meridian üzərində dayanır? Və qeyd edir ki, ekvator xətti üzrə. Biz bilirik ki, ekvator xətti üzrə 1 dərəcəlik meridian qövsünün uzunluğu 111 km-dir. Məsələ həllərində 111 km götürülür. Və 3330 km burada tənasib qrup tapırıq 30 dərəcə və 90 dərəcə şərq uzunluğu deyirsə, deməli biz 90 dərəcə şərq uzunluğundan qərbə doğru 30 dərəcə hərəkət edirik və 60 dərəcə şərq uzunluğunda məntəqəmiz yerləşir. Burada doğru cavab Y variantında düzgün verilmişdir. Məsələ 32-yə baxaq, səhifə 22-də. Qlobusda ekvatorun uzunluğu 80 cm-dir. Qlobusun miqyasını hesablayın. Yerin forma və ölçüləri mövzusunda bölməsində bizə yerin ölçüləri burada qeyd olunmuşdur. Ekvator çevrəsinin uzunluğu 40.076 km-dir. Və xəritədəki məsafə 80 cm-dir, həqiqi məsafə 40.076 km-dir. Miqyası tapmaq istəyiriksə, həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Rəqəmləri yerinə qoyub tapırıq 500, təqribi 500 km. Və biz 1 cm-də 500 km tapmış oluruq və izahlı miqyası ədədi miqyasa çeviririk. Yəni adlı miqyasa çevirəndə 100.000-ə vururuq. Və 1-in 50 milyona nisbətli xəritə alınır. Məsələ 33-ə baxaq. Xəritədə burada doğru cavab C variantında düzgün verilmişdir. Məsələ 33-ə baxaq. Xəritədə 0 dərəcəlik meridianın uzunluğu 50 cm-dir. Xəritənin ədədi miqyasını müəyyən edin. 0 dərəcəlik meridian deyirsə, biz bilirik ki, meridian qövsünün uzunluğuna fikir versək, meridian qövsünün uzunluğu, meridian çevrəsinin uzunluğu 40.009 km-dirsə, bizdən 0-cı meridianın, yəni başlanğıc meridianın uzunluğunu istəyir. Çünki burada 0 dərəcəlik meridianın uzunluğu deyir. Deməli, biz 40.000-i yarısını götürməliyik. 40.009 kilometrin yarısını götürməliyik. Və həqiqi məsafəmiz burada demək ki, 20.004, təqribi 20.004 kilometr, 4,5 kilometr. Xəritədəki məsafə 50 cm, miqyas bərabərdir. Həqiqi məsafə, xəritədəki məsafə, miqyas tapmaq istəyiriksə rəqəmləri yerinə qoyub, burada təqribi tapırıq 400 km və izahlı miqyası ədədi miqyasa çeviririk, tapırıq 1-in 40 milyona nisbətli xəritəni tapmış oluruq. Yəni miqyası tapmış oluruq. Doğru cavabımız E variantında düzgün verilmişdir. Məsələ 45-ə baxaq. Miqyası 1 bölünsün 50 milyon olan qlobusda 40 dərəcəlik paralellə ekvator arasındakı meridian qövsünün uzunluğu neçə santimetr olar? 40 dərəcəlik paraleldə biz bilirik ki, ekvatorla 40 dərəcəlik paralel arasında dərəcə fərqi 40 dərəcədirsə, biz əgər meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 40 dərəcə x buradan tənasibi qrup tapırıq 4440 km. Həqiqi məsafəmiz olur 4440 km
və miqyasımız 500 kilometr. Biz deməli ədədi adlı miqyası çeviririk izahlı miqyasa, yəni 100 minə bölürük. Və xəritədəki məsafə bərabərdir. Həqiqi məsafəni miqyasa bölürük. Həqiqi məsafəmiz 4440-ı bölürük 500-ə. Buradan tapırıq 8 tam %88 santimetri tapmış oluruq. Məsələ 53-ə baxaq. Sxemaya əsasən A, B, C xətti üzrə məsafənin 1 bölünsün 20 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu hesablayın. Biz dərəcə toruna fikir versək, baxın A-dan B-yə qədər olan məsafə meridian xətti üzrə hərəkət ediriksə 20 dərəcə edər. Çünki baxın 20 dərəcəlik paralellə 0 dərəcəlik paralel arasında dərəcə fərqi 20 dərəcədir. B, C məntəqələri arasında dərəcə fərqi fikir versək, 30 dərəcə qərb uzunluğu ilə 30 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 60 dərəcədir və ekvator xətti üzrə hərəkət ediriksə, demək biz bir dərəcədə 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdirsə, əvvəlcə A, B-ni tapaq, 20 dərəcə meridian xətti üzrə hərəkət edirik. 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 20 dərəcə x, buradan tapırıq 2220 kilometr. Və yenə də ekvator xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 60 dərəcə x, buradan tapırıq 6660 kilometr. Toplayanda bunlar demək 8880 kilometr edər. Deməli, A, B, C xətti üzrə demək ki, məsafə 8800, həqiqi məsafə 8880 kilometr edər. İndi isə miqyasımızı tapaq. Miqyas fikir versək, ədədi miqyası izahlı miqyasa çevirək, yəni adlı miqyası izahlı miqyasa çevirək, 100 minə bölək 200 kilometr. 1 santimetrdə 200 kilometr. Və xəritədəki məsafə bərabərdir. Həqiqi məsafəni miqyasa bölürük. Burada rəqəmləri yerinə qoyub tapırıq 44,4 santimetr. Məsələ 55-ə baxaq. Bu da eyni tipli məsələdir. Sxemaya əsasən A, B, C xətti üzrə məsafə xəritə üzərində 22,2 santimetrə bərabər olarsa, miqyası hesablayın. Yenə də A, B xətti üzrə hərəkət ediriksə, dərəcə fərqi 20 dərəcədir. B, C xətti üzrə hərəkət ediriksə, 60 dərəcədir. Yenə də eyni olduğu kimi hərəkət edirik. Ekvator xətti üzrə hərəkət edirik və meridian xətti üzrə hərəkət edirik. 1 dərəcəlik qövsün uzunluğu, burada da baxın qeyd etmişəm, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 2200 kilometr, burada isə 6660 kilometr toplayırıq. Həqiqi məsafəmiz olur A, B, C xətti üzrə həqiqi məsafəmiz 8880 kilometr olur. Xəritədəki məsafəmiz 22,2 santimetr, miqyas bərabərdir. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürük 400 kilometr. Və adlı miqyasa çevirəndə bilin 40 milyona nisbətli xəritə, yəni miqyas alınır. Məsələ 56-ya baxaq. Tripoli şəhərindən, Tripoli şəhəri yerləşir 32 dərəcə şimal enliyi. Cənub coğrafi qütbünədək olan ən qısa məsafəni müəyyən edin. Cənub coğrafi qütbü baxın 90 dərəcədə yerləşir və Tripoli şəhəri yerləşir 32 dərəcə şimal enliyində. Aralarında dərəcə fərqi 122 dərəcədir, çünki meridian xətti üzrə hərəkət edirik. 122 dərəcədir və 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 122 dərəcə x, buradan tapırıq 13542 kilometr. Məsələ 57-yə baxaq. A və B məntəqələri arasında məsafə 1 bölünsün 450 min miqyaslı xəritədə 8 cm, digər xəritədə isə 12 cm-dir. İkinci xəritənin miqyasını və miqyasına görə hansı tipinə aid olduğunu müəyyən edin. Burada da yenə də miqyasımız buradan tapırıq 4,5 km, xəritədəki məsafə 8 cm, rəqəmləri yerinə qoyub tapırıq 36 km.
İkinci xəritədəki məsafə 12 sm. Buradan miqyas bərabərdir. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Burada rəqəmləri yerinə qoyub tapırıq 3 kilometr. Və izahlı miqyas 1 sm-də 3 kilometr. Çeviririk adlı miqyasa 1-in 300 minə nisbətli, yəni orta miqyaslı xəritə edər. Keçən video dərsdə də izah etdim. Demək, xəritələr bölünür. Orta miqyaslı, böyük miqyaslı, orta miqyaslı və kiçik miqyaslı xəritələrə. Böyük miqyaslı xəritələr 1-in 10 minə nisbətindən 1-in 200 minə nisbətinə qədər və onlar topografik xəritələr adlanır. Orta miqyaslı xəritələr 1-in 200 mindən, yəni 200 minə nisbətindən 1-in 1 milyona nisbətinə qədər olan xəritələr orta miqyaslı və icmal topografik xəritələr adlanır. İcmal topografik kiçik miqyaslı xəritələr isə 1-in 1 milyona nisbətində və daha kiçik olanlardır. Bunlar da icmal xəritələr adlanır. Və orta miqyaslı xəritə burada qeyd etdik. Məsələ 58-ə baxaq. Ekvator üzərində 100 dərəcə şərq uzunluğundan şərqə doğru 8991 km məsafədə yerləşən nöqtənin coğrafi koordinatlarını müəyyən edin və bizə qeyd edir 50 dərəcə şərq uzunluğundan 100 dərəcə şərq uzunluğundan şərqə doğru hərəkət edirik. Demək, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 8900, çünki biz ekvator xətti üzrə hərəkət edirik. Ekvator xətti üzrə hərəkət ediriksə, deməli 1 dərəcəlik qövsün uzunluğu 111 km, 8991 km x, buradan tapırıq 81 dərəcəni tapmış oluruq. Və 100 dərəcə şərq uzunluğundan şərqə doğru hərəkət ediriksə, biz 180 dərəcəlik meridiana gəlib çatırıq. 80 dərəcə hərəkət edirik və 1 dərəcə artıq keçirik biz qərb yarımkürəsinə. Və 179 dərəcə qərb uzunluğuna çatmış oluruq. Və coğrafi koordinatları 179 dərəcə qərb uzunluğu və ekvator xətti. Məsələ 59-a baxaq. Səyyahlar Bakı şəhərindən 180 dərəcəlik azimutla, yəni cənuba doğru hərəkət edərək 7881 kilometrlik məsafəni qət etdilər və onların çatacaqları nöqtənin coğrafi koordinatlarını müəyyən edin. Bakı yerləşir 50 dərəcə şərq uzunluğu və 40 dərəcə şimal enliyi və qeyd edir 180 dərəcəlik azimutla, yəni cənuba doğru. Cənuba doğru hərəkət edirsə 7881 km, 1 dərəcəlik qövsün uzunluğu, çünki biz meridian xətti üzrə hərəkət edirik. 111 km, 7881 km x, buradan tapırıq 71 dərəcə. Demək, biz 71 dərəcə cənuba doğru hərəkət edirik. Ekvator xəttinə çatırıq və ekvator xəttindən artıq cənuba doğru hərəkət edirik. 31 dərəcə cənub enliyinə çatmış oluruq. Əgər 31 dərəcə cənub enliyinə çatmış oluruqsa və meridian xəttimizdə 50 dərəcə şərq uzunluğu boyu hərəkət ediriksə, coğrafi koordinatları olur 31 dərəcə cənub enliyi, 50 dərəcə şərq uzunluğu. Bu olur məntəqənin coğrafi koordinatları. Məsələ 60-a baxaq. Sxemə əsasən ABC xətti üzrə məsafənin, yenə də bayaqki kimi məsələdir. ABC xətti deyirsə, AB xətti üzrə 20 dərəcə, BC xətti üzrə 60 dərəcə hərəkət edirik. Miqyasımız verilir. 1-in 40 milyona nisbətli miqyaslı xəritədə neçə santimetr olduğunu hesablayın. Yəni, yenə də burada demək, biz ABC xətti üzrə məsafələri tapırıq. Yenə bayaqki kimi həqiqi məsafəmiz olur 8880 kilometr. Miqyasımız 400 km, xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə xəritədəki miqyasa bölürük və tapırıq 22,2 cm. Xəritədəki məsafəmiz olur 22,2 cm. Məsələ 61-ə baxaq. Bu da eyni tipli məsələdir. Burada da AB xətti üzrə 20 dərəcə
BC xətti üzrə 60 dərəcə hərəkət edirik və xəritədəki məsafə 44,4 sm-ə bərabərdir. Yenə də bayaqki kimi olduğu kimi qeyd edirik və məsafəmiz olur 8880 km. Xəritədəki məsafə 44,4 sm. Miqyasımızı buradan tapırıq 200 km və adlı miqyasa çeviririk. 1-in 20 milyona nisbətli, yəni miqyası 1-in 20 milyona nisbətli xəritə edər. Məsələ 62-yə baxaq. Bakıdan 270 dərəcəlik azimutla. Bakı yerləşir 40 dərəcə şimal enliyində. 270 dərəcə azimut deyirsə, biz qərbə doğru hərəkət etmiş oluruq və 4270 km məsafədə yerləşən nöqtənin coğrafi koordinatlarını müəyyən edin. 1 dərəcəlik qövsün uzunluğu biz bilirik ki, paralel çevrələri üzrə, yəni paralel çevrələrin dərəcələri 1 dərəcəlik qövsün uzunluğu burada qeyd olunur. 0-cı paralel 10 dərəcə, 20 dərəcə, 30 dərəcə, 40 dərəcədə 1 dərəcəlik qövsün uzunluğu 85,4 km-dir. Və burada bütün məsafələr verilir dərəcələr üzrə 1 dərəcəlik qövsün uzunluğu. Və qeyd edək, 1 dərəcəlik qövsün uzunluğu 85,4 km-dirsə, 4270 km, x buradan tapırıq 50 dərəcə. Deməli, biz Bakıdan 50 dərəcə qərbə doğru hərəkət edirik. Çatdığımız məntəqə başlanğıc meridiandır və coğrafi koordinatları əgər 40 dərəcəlik paraleldə hərəkət ediriksə, 40 dərəcə şimal enliyi 0 dərəcə uzunluqda yerləşir. Yəni, başlanğıc meridianda yerləşir. Məsələ 63 də eyni tipli məsələdir. Bakıdan 90 dərəcəlik azimutla. Buradan artıq şərqə doğru hərəkət edirik. 4270 km məsafədə yerləşən nöqtənin coğrafi koordinatları yenə də 40 dərəcə şimal enliyində yerləşir və 50 dərəcə biz şərqə doğru hərəkət ediriksə, 100 dərəcə şərq uzunluğuna çatmış oluruq. Coğrafi koordinatları olur 40 dərəcə şimal enliyi, çünki 40 dərəcəlik paraleldə hərəkət edirik. 40 dərəcə şimal enliyi və 100 dərəcə şərq uzunluğunda yerləşmiş olar. Məsələ 64-ə baxaq. Ekvator üzərində yerləşmiş A və B nöqtələri arasındakı coğrafi uzunluq fərqi 40 dərəcədir. Yenə də miqyas verilir bizə. 1-in 44.400.000 olan, demək, nisbəti olan xəritədə nöqtə arasındakı məsafəni tapaq. 1 dərəcəlik qövsün uzunluğu 111 km, 40 dərəcə x, buradan tapırıq həqiqi məsafəmizi. Miqyasımızı tapırıq, demək, çeviririk adlı miqyasa 444 km, xəritədəki məsafəni tapırıq 108 10 sm tapmış oluruq. 4440-ı 444-ə bölüb tapırıq 10 sm. Məsələ 65-ə baxaq. Azərbaycanın xəritəsində eyni meridian üzərində 38 dərəcə və 41 dərəcə şimal enlikləri arasındakı məsafə 66,6 sm olarsa, bu xəritənin miqyasını hesablayın. Və biz meridian xətti üzrə hərəkət ediriksə, 41 dərəcə şimal enliyi, 38 dərəcə şimal enliyi. Aralarında dərəcə fərqi 3 dərəcədir, çünki ikisi də eyni yarım kürədə yerləşir. Və 1 dərəcəlik qövsün uzunluğu 111 km, 3 dərəcə x, buradan tapırıq həqiqi məsafəmiz 333 km. Xəritədəki məsafə 66,6 sm, miqyası tapırıq 5 km tapmış oluruq və çevirəndə demək 1-in 500.000-ə nisbətli xəritə edər. Yəni, orta miqyaslı xəritə edir. Məsələ 66-ya baxaq. 1-in 3 milyona olan nisbətli miqyaslı xəritədə 0,5 dərəcə meridian qövsü üzrə meridian qövsü neçə santimetr olar? Meridian xətti boyu hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 0,5 dərəcə x, buradan tapırıq 55,5 km, həqiqi məsafəmizi tapmış oluruq. Miqyasımız 30 km,
xəritədəki məsafə bərabərdir rəqəmləri yerinə qoyub tapırıq 1,85 sm tapmış oluruq. Məsələ 67-yə baxaq. 1-in 250 min miqyaslı, yəni 1-in 250 minə nisbətli miqyaslı xəritədə 0,5 dərəcə meridian qövsünün uzunluğu neçə santimetrdir? Burada da tapırıq 22,2 sm tapmış oluruq. Məsələ 68-ə baxaq. A məntəqəsindən hərəkət edən gəmi əvvəlcə 270 dərəcəlik azimutla 3330 km. A məntəqəsi yerləşir 0-cı paralel və başlanğıc meridianı. 0-cı meridiandan başlayır və 270 dərəcəlik azimut deyirsə, deməli biz qərbə doğru hərəkət edirik. Və ekvator xətti üzrə hərəkət ediriksə, yenə də 1 dərəcəlik qövsün uzunluğu 111 km, 3330 km x burada tapırıq 30 dərəcə. Deməli, baxın, başlanğıc meridianından qərbə doğru biz 30 dərəcə hərəkət edirik. Deməli, çatdığımız məntəqə 30 dərəcə qərb uzunluğu. Sonra qeyd edir ki, və sonraki marşrutu qeyd edək. Sonra isə 0 dərəcəlik azimutla. Yəni, şimala doğru hərəkət edirik. 6660 km. Buradan da biz 60 dərəcəni tapmış oluruq. Tənasibi qrup. Deməli, biz 60 dərəcə şimala doğru hərəkət edirik. 30 dərəcə qərb uzunluğu meridian xəttini tapdıq. Və ekvatordan biz 60 dərəcə şimala doğru hərəkət ediriksə, məntəqənin coğrafi koordinatları olar 60 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğunu tapmış olaraq. Yəni, coğrafi koordinatlar bu cür edər. Məsələ 69-a baxaq. A nöqtəsindən hərəkət edən gəmi. Yenə də A nöqtəsi yerləşir 180 dərəcəlik meridian xətti üzrə yerləşir və ekvator xətti ilə 180 dərəcəlik meridian xəttinin kəsişmə nöqtəsində yerləşir. Kəsişdiyi nöqtədə yerləşir A məntəqəsi və qeyd edir ki, demək ki, 270 dərəcəlik azimutla 3330 km hərəkət edir. Ekvator xətti üzrə hərəkət edirik. 1 dərəcəlik qövsün uzunluğu 111 km, 3330 km bərabərdir 30 dərəcə. Deməli, biz 180 dərəcəlik meridiandan 30 dərəcə qərbə doğru hərəkət etmiş oluruq. Və çatdığımız məntəqə 150 dərəcə şərq uzunluğu olar. Çünki 270 dərəcəlik azimut qeyd edir. Demək, sonra isə 0 dərəcəlik azimutla. Deməli, şimala doğru hərəkət edəcəyik 4440 km. Meridian xətti üzrə hərəkət edirik. Ona görə də demək 1 dərəcəlik qövsün uzunluğu 111 km, 4440 km x buradan tapırıq 40 dərəcə və biz 40 dərəcə şimala doğru hərəkət edirik 0 dərəcəlik azimutla. Çatdığımız məntəqə ekvatordan 40 dərəcəlik şimala doğru hərəkət ediriksə 40 dərəcə şimal enliyinə çatmış olar. Və coğrafi koordinatlar olur 40 dərəcə şimal enliyi, burada qeyd etməmişəm, 40 dərəcə şimal enliyi və 150 dərəcə şərq uzunluğuna çatmış olur.